وذكر فإن الذكرى تنفع المؤمنين. الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله وعلى آله وصحبه أجمعين أما بعد. Elhamdülillah, Allah subhanahu teala nəsib etdi. Allah subhanahu teala nemətidir ki, qardaşlarla biz bir araya gələ bildik, oturduq. Elhamdülillah. Və həqiqətən də qardaşlarla bir araya gəlmək, bir məclisdə oturmaq, bu Allah subhanahu teala'nın əta etdiyi böyük nemətlərdən bir nemətdir. İbn-i Qayyim Əl-Cavzi rahimehullah hələ öz zamanında deyirdi ki, bugün qardaşlarla bir araya gəlməkdən, onlarla birlikdə oturmaqdan daha zövqlü, ləzzətli heç bir şey qalmayıb. Hələ bunu İbn-i Qayyim rahimehullah öz zamanında deyirdi və bilirsiniz ki, Şeyxülislam İbn Teymiyyənin tələbəsi olub, 7 əsr bundan qabaq yaşayıb. Ona görə də qardaşlarla bir araya gəlmək həqiqətən də nemətdir. Necə ki, İbn-i Qayyim rahimehullah başqa bir sözündə deyir ki, qardaşlarla bir araya gəlməyin ən kiçik faydası onlarla oturduğun müddət ki var, keçirdiyin müddət, vaxt ki var, o vaxtda günah eləmirsən. İnsan qardaşlarla bir yerdə olanda xoşa gəlməz sözlər işlətmir, harama baxmır, harama əl uzatmır, özünü qoruyur. Deyir ki, ən kiçik faydası budur. Hələ ən kiçiyi budur ki, sən günah eləmirsən həmən vaxt. Ona görə də əlhəmdə bu nemətdir. Bu nemətin şükrünü eləmək lazımdır. Allah subhanahu buyurur ki, وَلَيْنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər şükür etsəz artıracam. Allah subhanahu vəd verib. Ona görə də bu nemətin qədrini bilmək lazımdır, şükrün eləmək lazımdır, qardaşlığı qorumaq lazımdır. Elhamdülillah, Allah subhanahu teala'nın neməti sayəsində bir yerdəyik. Və elhamdülillah, bugün istəyirik ki, yeni bir kitabın şərhinə başlayaq, oxunmasına başlayaq. Və o da Kitabul Kəbairdir. Kitabın müəllifi Muhammed Ət-Təmimi rahimehullahdır. Tanınmış, məşhur adı ilə Muhammed İbn Abdülvahhab rahimehullahdır. Kitabın müəllifi. Və rahimehullah 3 əsr bundan qabaq yaşayıb və bir çox kitablar yazıb. Xüsusən də yazdığı kitablar bəhs edir tövhidi bəyan etməkdən və tövhidi əmr etməkdən. Yəni, tövhidi izah edir, tövhid nədir və sonra tövhidə əməl etməyə dəvət edir. Və həmçinin şirki bəyan edir, şirk nədir və ondan çəkindirir. Şeyxin əsas mübarizəsi bu olub. Şirklə mübarizə aparıb. Və lakin bununla yanaşı şeyxin bir çox müəllifətləri var. Bir çox kitablar yazıb. Və o kitablardan biri də bugün əlimizdəki kitabdır. Kitabul Kəbair. Böyük günahlar kitabı. Və şeyxin bu kitabı da yazmanda əsas məqsədlərdən biri tövhidlə əlaqəli olduğuna görədir. Çünki, qardaşlar, günahlar Əhl-i-Sünnə vəl-Cəmaənin etiqadına görə günahlar imanı azaldır və tövhidi insanda zəiflədir. Və Muhammed İbn Abdülvahhabın da əsas diqqət etdiyi məsələlərdən ən birincisi tövhid olub. Ona görə də günahlarda da bir kitab yazıb. Və yazdığı çox kitablar var. Onlardan hamımızın bildiyi 3 əsas kitabı, 4 qayda kitabı, 6 əsas kitabı və şeyxin yazdığı Kəşf-ü Şübhət, şübhələrin kəşfi, açıqlanması, bəyan olunması kimi və s. Şeyxin yazdığı bir çox kitablar var və elhamdülillah Allah subhanahu wa ta'ala onun əli ilə bugün də ümməti faydalandırır. Və təbii ki, Muhammed İbn Abdülvahhab rahimehullah məşhur adı ilə necə ki belə tanınır, əsl Muhammed Ət-Təmimi rahimehullah bu cürdə qeyd olunur. Əhl-i-Sünnə vəl-Cəmaənin böyük imamlarından olub və elhamdülillah o fikirdəyəm ki, elə qardaşların da əksəriyyəti bilir bunu. Bəlkə də hamısı qardaşların məlumatlıdır. Muhammed İbn Abdülvahhab kimdir? Muhammed Ət-Təmimi rahimehullah kimdir? İstəmirəm geniş danışaq, bundan genişə ehtiyac yoxdur. Kitabları haqqında məlumat verdik, yaşadığı dövr haqqında. Və elhamdülillah əlimizdə onun bugünkü kitabı var. Və kitabın da şərhi, qardaşlar,
Şeyx Salih Əl-Fovzan Hafizullah şeyx yaşayır. Allah Subhanahu taala iman, təqva üzərində şeyxə xeyirli, uzun ömür versin. Yaşayır və ümmətin böyük alimlərindəndir. Və onun şərhi ilə oxuyacağıq inşallah. Və çox nadir, çox az bir hissədə kənara çıxmağa, izaha ehtiyac olarsa, özümüzdən çalışacağıq ki, o şeylərin şeyxin muradına uyğun izahını verək. Bu cür. İnşallah başlayağın. Bugün qısa bir müqəddimə edəyək. Bəzi məsələləri oxuyağın. İnşallah Allahın müvəffəqiyyətini iki görüşümüz müqəddimə olacaq. Günahlar barədə məlumat veriləcək, günahların qismi haqqında və burada bəzi məsələlərə toxunacaq. Böyük günahlardandır, çünki gördüyünüz kimi kitabın bəhsi. Madəm böyük günahlardandır, burada bəzi firqələrə toxunulacaq. Onlardan da biri xavariclər məsələn. Böyük günah sahibini çünki təkfir eləyirlər. Murciyələr böyük günah sahibini onlar da imandan çıxardır, küfrə salmamaq şərtini. İnşallah oxuyacaq o məsələləri və necə zəlalət fikirlər söyləyirlər. Sonra isə inşallah müəllifin gətirdiyi bablara keçəcək. Böyük günahları vəsf eləyəcək. Hansı günahlar böyük günahlardır? Əkbərul kəbair. Daha böyük günahlar hansılardır? Şirk kimi və s. Və sonra qəlblə olunan böyük günahlar hansılardır kimi bir çox günahın növlərindən məlumat götürəcək inşallah. Və şərh də dediyimiz kimi Şeyx Salih Əl-Fovzan Hafizullahın şərhi ilə olacaq. İnşallah başlayaq. Şeyx başda deyir ki: Elhamdülillahi Rabbil alemin və sallallahu və səlləmə alə abdihi və rasulihi nəbiyyina Muhammed və alə alihi və ashabihi əcməin. Və bə'd. Dua eləyir və bundan sonra deyir ki, sonra isə فإن الشيخ الإمام المجدد محمد بن عبد الوهاب رحمه الله ألف مؤلفات كثيرة və deyir ki, Şeyx Muhammed ibn Abdülvahhab bir çox kitablar yazıb, necə ki qeyd elədik və o kitablar nadir kitablardandır. Baxın deyir ki, nadira və mufidə fi bəyan et-təvhid vəl-əmr bihi və bəyan eş-şirk vən-nəhy anh. Deyir ki, yazıb çoxlu kitablar, hansı ki nadir kitablardandır, faydalı, mufid, faydalı kitablardandır. Hansı məsələlərdə tövhidin bəyan olunmasında fikir verin. Və tövhidi əmr etməkdə və şirki bəyan edib ondan çəkindirməkdə şeyxin bir çox yazdığı kitablar var. Və fi bəyanil məasi və zunub. Fikir verin, deyir ki, günahların bəyan olunmasında kitablar yazıb. Onlardan da biri əlimizdəki kitab. Və nəhy anhə li'annəhə tanqisu ət-təvhid. Necə ki, əvvəldə dediyimiz kimi, çünki günahlar tövhidi insanda zəiflədir. Və Muhammed ibn Abdülvahhabın da əsas diqqət etdiyi məsələlər tövhidlə bağlı olan məsələlər idi. Və bütün bunlar da deyir ki, ümmətə, müsəlmanlara nəsihət babından olub. Nəsihət babından olub. Və Allah subhanahu wa ta'ala dəvət və yer üzərində islah olunması üçün olub. Yer üzərində islah hasıl olsun deyə olub. Və sonra şeyx deyir ki, وَهَذِهِ تَرِيقَةُ الرُّسُلِ عَلَيْهِمُ السَّلَاتُ وَالسَّلَامُ. Və Muhammed ibn Abdülvahhabın tutduğu bu üslubda, bu yolda şeyx deyir ki, peyğəmbərlərin, rəsulların hədəfi olub, qayəsi olub, göndərilməyində məqsəd o olub. Ona görə Muhammed sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, Əl-uləməu vərəthətul ənbiyyə. Alimlər peyğəmbərlərin mirasçılarıdır. Çünki peyğəmbərlər mal, mülk, pul qoyub getmirlər. Onların qoyub getdikləri şey elm olur. Kim o elmdən nəsə götürərsə, peyğəmbərlərin varislərindən sayılırlar ona görə. Ona görə Muhammed ibn Abdülvahhab da ümmətin böyük alimlərindən idi, imam idi. Və onun da tutduğu bu yol peyğəmbərlərin yoluna uyğun idi. Və sonra şeyx deyir ki, burada insanın və min şə'nil insan mə dəmə alə qaydil həyati ən ya'mələ və yətəhərrəkə və lə yəbqa səkinən və cəmidən lə yətəhərrək. İnsanın deyir, adətindəndir ki, insan hərəkət edir, əməllər edir və dünyada sakit bir yerdə qalmır. Daim hərəkət içərisində olur. فَإِمَّا أَنْ يَكُونَ عَمَلُهُ فِي الْخَيْرِ أَوْ فِي الشَّرِّ. Ya onun əməlləri, hərəkət etdiyi o əməllər xeyir olur, ya da şər olur. Bunun ortası olmur. Ya xeyirdir, ya şərdir etdiyin əməl. وَلِهَذَا بَعَسَ اللّٰهُ الرُّسُلِ. Ona görə də Allah rəsullar göndərib ki, لِدَعْوَةِ النَّاسِ لِلْخَيْرِ. İnsanları xeyrə çağırsınlar وَتَحْزِيرُهُمْ مِنَ الشَّرِّ. Və insanları şər olan əməllərdən çəkindirsinlər.
Allah subhanahu teala rəsulları göndərməsində, kitabları göndərməsində qayəsi budur. Onlar insanları xeyir əməllərə təşviq etsinlər və şər olan şeylərdən çəkindirsinlər. Və sonra deyir ki, Vallahu cəllə cəalə dareyni lil cəza. Allah subhanahu teala cəza eləmək üçün ərəb dilində cəza iki mənası var. Bir, həqiqi mənada bildiyimiz cəza vermək. İkinci mənası da cəza, yəni mükafat mənasındadır. Allah subhanahu teala iki dənə diyar yaradıb. Bu dünyada etdiyimiz əməllərin cəzasını vermək üçün. Yəni, əməl xeyirdirsə mükafat, əməl şərdirsə onun cəzasını versin deyə. Onlardan birincisi cənnətdir. Allah subhanahu teala cənnəti yaradıb. Sonra buyurur ki, şeyx cənnəti vəsf edir. Deyir ki, وَهِيَ دَارُ الْمُتَّقِينَ الْعَامِلِينَ بِالْتَاعَةِ. Və o da cənnətdə xeyir əməl edən və Allah subhanahu və teala'dan qorxan, müttəqi olan, Allahdan qorxan qullar üçün yaradılıb. Var. وَالنَّارِ. İkincisi isə oddur. Allah subhanahu teala odu yaradıb cəza üçün. وَهِيَ دَارُ الْكَافِرِينَ الْعَامِلِينَ بِالْمَعَاسِ وَالسَّيِّئَاتِ. Odu nə üçün yaradıb? Pis əməl sahiblərini, kafirləri cəzalandırmaq üçün. Allah subhanahu teala asili eləyən, Allah subhanahu teala hədd və hüdudlarını aşanları cəzalandırmaq üçün. Allah subhanahu teala bizi cənnət əhlindən eləsin. Və şeyx deyir ki, وَفَرَّقَ بَيْنَهُمْ فَقَالِ. Və Allah subhanahu və teala xeyir əməl sahibləri ilə şər əməl sahiblərin arasını da ayırıb. Allah subhanahu və teala bir ayədə buyurur ki, Əm həsibəl-ləzīnə ictərəhu seyyiət Əm nec'aluhum kəl-ləzīnə əmənu və aminus salihati. Onlar, günah əməl eləyənlər, pis əməl eləyənlər, elə güman edirlər ki, biz iman edən və salih əməl işləyənləri səvəən məhyəhum və məmətuhum. Onların dünyasını və axirətini, ölümdən sonrasını eyni mi tutacaq? Pis əməl sahibi ilə salih iman gətirən, salih əməl edənlərin dünyası və axirəti eyni olarmı? Olmaz. Səəmə yəhkumun. Allah subhanahu teala deyir ki, kim ki deyərsə ki, eynidir, eyni tutacaq Allah. Səəmə yəhkumun. Necə pis hökm verirlər? Necə pis güman edirlər? Hesab tuturlar. Sonra başqa bir ayədə Allah subhanahu teala buyurur ki, Əm nec'alullezine amenu ve aminus salihati kel mufsidine fil ard. Biz iman edən və salih əməl edənləri yer üzərində fitnə fəsad törədənlərlə eyni tutarıqmı? Sual verir Allah subhanahu teala. Əm nec'alul muttaqine kel fuccar. Yoxsa biz Allahdan qorxanlarla, müttəqilərlə günah edənləri eyni dərəcədə tutarıqmı? Sonra isə şeyx deyir ki, Allah subhanahu və teala fallahu yumeyyizu beynə əf'ali ibadihi və la yazlimu əhadən. Allah subhanahu və teala qullarının əməllərini ayırıb bir-birindən. Xeyr əməli, şər əməldən ayırıb. Və onların sahibini də ayırıb bir-birindən. Sonra deyir ki, heç kəsə zülm eləməyəcək Allah subhanahu teala. Fəl-muhsinu yudaifu lehu ihsanuhu və yaziduhu min fadlihi və yukarrimuhu. Kim ki yaxşı əməl eləyir, Allah subhanahu teala etdiyi əməlin artıq mükafatını ona verəcək. Artıracaq onun həsənətlərini, xeyr əməllərini. Çox yazacaq. Artıq yazacaq etdiyindən. Necə? Öz lütfü ilə. Və Allah ona ikram eləyəcək deyir. Vəl-musi, amma pis əməl sahibinə gəlincə, İmmə ən ya'fu və fikir verin, əhl-i sünnəni digərlərindən ayıran fərqlərdən də biridir. Fikir verin, deyir ki, İmmə ən ya'fu və anhu əv yücazihi bimisli seyyiətihi. Ya Allah onu əhv eləyəcək, yəni Allah subhanahu teala hər günaha görə insanı cəzalandırmır, bəzən onu əhv eləyir. Təbii ki, insan bundan rahatlaşmamalıdır. Gələcək bizdə irəlidə bablardan Allahın rəhmətindən ümidi üzmək böyük günahlardandır. Allahın rəhmətinə əmin olmaq da böyük günahlardandır həmçinin. İnşallah bizdə irəlidə gələcək. Allah bağışlayandır deyib günahları rahatçasına etmək də böyük günahlardan sayılır. Və şeyx deyir ki, ya bağışlayacaq, ya da pis əməlinin miqdarında onu cəzalandıracaq. Fikir verin, xeyir əməllərdə Allah subhanahu teala artıq yazır. Amma qulun etdiyi pis əməllərdə nə edibsə onun mislini alacaq.
Bu da Allah subhanahu və teala nədir? Mərhəmətinin qəzəbinə üstün gəlməyindəndir. Allah subhanahu teala mərhəməti qəzəbindən üstündür. Bu da ondan irəli gəlir. Sonra isə buna dəlil gətirir şeyx dediyi sözə. Deyir ki, Allah subhanahu teala buyurur ki, "Mən cəə bil həsənəti fələhu aşru əmsəlihə." Kim bir xeyir əməl eləyərsə, ona 10 qatını verərik. Subhanallah lazım. "Və mən cəə bis seyyiəti fələ yuczə illə misləhə." Kim pis bir əməl gətirərsə, Allahın qarşısına pis əməllə çıxarsa, Allah yalnız etdiyi əməlin mislində ona cəza verər. Artırmadan. Və sonra şeyx deyir ki, "Fəs-seyyiətu bimislihə və la tudaaf." Pis əməl öz miqdarında cəza görür və artırılmır. "Lakinnəhə qad təğallaza fəhəzə adlun minallahi azza və cəllə." Bəzi günahların cəzası artıq yazılır. Necə olur? Bəzi günahlar bəzi zamanlarda daha şiddətli olur. Necə ki, bəzi salih əməllər bəzi vaxtlarda daha üstün olur. Məsələn, Ramazandan qeyri vaxtlarda oruç tutmaqla Ramazanda oruç tutmaq eyni deyil. Ramazanda daha fəzilətlidir. Ramazandan qeyri bir vaxtda günah eləməklə Ramazanın içərisində günah eləmək eyni dərəcədə deyil. Və şeyx qəsdi odur. Doğrusunu Allah bilir ki, bəzən ağırlaşır. Bəzən şeyx təfsilat verməyib, Allahu aləm qəsdi odur. Zaman və bəzi məkanlarda həmçinin. Zamana misal verdik və bəzi məkanlarda. Məsələn, burada olunan günahlarla Məkkədə olunan günahlar, Allah Subhanahu taala evində, Kəbədə olunan günahlar eyni deyil. Necə ki, orada qılınan namazlar, burada qılınan namazlar kimi eyni deyil, fəzilətlər eyni deyil, cəzalar da eyni deyil. Yəni, bəzən məkan və zamana görə günahlar edilənin mislindən artıq yazıla bilir. Doğrusunu Allah bilir. Sonra deyir ki, "Vəl-həsənətu", artıq bu məsələləri toxunduq. Şeyx burada təkrarlayır, deyir ki, salih əməllər isə artıq yazılır, ediləndən artıq yazılır və bu da Allah subhanahu teala lütfündəndir. Sonra isə ayələr gətirir burada ki, Allah subhanahu teala heç kəsə zərrə qədər zülm eləyən deyil. Və ilə axır. Və artırılma deyir Allahın lütfündəndir. Pis əməlin öz miqdarında ona cəza verilməsi də Allahın ədalətindəndir. Bunu bir qayda kimi yadda saxlayın. Artırılma Allah subhanahu teala lütfündən olur. Cəzanın mislində edilən əməlin mislində verilməsi Allahın ədalətindən olur. Və həmçinin itaətlər də, sonra şeyx burada bir məsələyə toxunur. Qardaşlar, böyük günahlar kitabıdır əslində. Biz burada günahlara birbaşa girmədən əvvəl şeyx günahlar nədir, neçə qismə bölünür, onlarla müamilə necədir, əhl-i-sünnənin yanaşması necədir, xavaricin yanaşması, bu məsələlərə toxunacaq. Ona görə indi isə gəldik çatdıq, şeyx itaət neçə növdür, hansı qismlərə bölünür? Şeyx ondan danışır. Və buyurur ki, şeyx, "Ət-təət qismən." İtaətlər iki qismdir. Vacibatun və mustahabbət. Vacib olan əməllər, itaətlər Allah Subhanahu taala və müstəhəb olan, yəni bəyənilən itaətlər. Yəni bəyənilir ki, onu edəsən. İndi gəlin təriflərinə baxaq. Madəm ki, bu məsələləri toxundu şeyx, onu da gətirir təriflərini. Deyir ki, vacib nədir? Qardaşlar, bunu bilməyimiz mühümdür. Hətta imkan olsa əzbərləyin. Fərz, vacib, haram, məkruh, müstəhəb və s. mübah. Bunlar nə deməkdir şəriətdə? Bu hökmləri bilin. Ki, hətta məsələn, bir dərsdə eşitdiyində ki, bu əməl vacibdir, bilərsiniz ki, ondan necə müamilə olunmalıdır. Baxın, şeyx deyir ki, "Əl-vacibu mə yusabu fa'iluhu və yu'aqabu tarikuhu." Kim bir əmələ hökm verilirsə ki, o vacibdir, kim ona həyata keçirərsə, ona əməl eləyərsə savab qazanır və kim onu tərk eləyərsə, əməl etməzsə demir günah qazanır. Deyir ki, cəzaya layiqdir. Vacibin tərifi budur. Kim ona əməl etsə savab qazanır, kim onu tərk eləsə cəzaya layiq olur. Amma müstəhəb mə yusabu fa'iluhu və la yu'aqabu tarikuhu. Kim onu həyata keçirsə, ona əməl etsə müstəhəb əməl savab qazanır, kim onu tərk etsə günah qazanır və ona cəza verilmir. Məsələn, məscidə sağ ayağla girilməz. Müstəhəb. Onu etsən savab qazanırsan, solla girsən savab qazanmırsan, amma günahda yazılmır. Bu kimi məsələlər.
Sonra isə günahlara gəlir şeyx. Deyir ki, "Vel maasi tanqasimu ila iddati aqsam." Və günahlar da bir neçə qismə bölünür. Fəminhə, sonra isə onların bölünməyindən danışır şeyx. Deyir ki, "Mə huve kufrun və şirkun." Elə günahlar var ki, küfür və şirk dərəcəsindədir. Və minhə mə huve kəbiratun dunə şirk. Elə günahlar da var ki, böyük günahlardır, amma şirkdən aşağıdır. Və minhə mə huve sağair. Və elə günahlar var ki, onlar kiçik günahlar sayılır. Sadəcə bu kiçik günahlar sayılır deyəndə, qardaşlar, bu kiçik günahlar, böyük günahlar bölgüsü nisbidir. Biri-birinə nisbidir. Necə ki, İbn Məsud və başqa sahabelərdən gəlir rəvayətdə deyirlər ki, sən günahın kiçikliyinə baxma. O günahla kimə qarşı durduğuna, kimə asi olduğuna bax. Yəni, kiçik, böyük günah bölgüsü nisbidir. Amma ümumilikdə Allah subhanahu wa ta'ala qarşı gəlinən hər bir şey böyüdür. Yenə deyirəm, bu nisbidir. Məsələn, şirkə nisbətdə filan günah daha kiçikdir. Bu nisbidir bir-birinə. Amma bütün günahlar, insan fikirləşməlidir ki, mən bundan Rəbbimə, aləmlərin Rəbbi olan Allah Azza və Cəlləyə, məni hər yerdə görən və məni nəzarətdə saxlayan Allah subhanahu teala buyurur ki, يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ Allah subhanahu teala xain baxışları bilir. Subhanallah lazım. Fikir verin. O baxış ki, xaindir, Allah bilir onu. وَمَا تُخْفِ الصُّدُورِ Və qəlblər ki, nəyisə gizlədir, Allah subhanahu xəbər verir ki, Allah onu bilir. O baxışdakı problem var, xain baxışda Allah bilir. O qəlb ki, nələrsə gizlədir fasiqlikdən və s. və s. Hansı ki, şəriətimizin bəyənmədiyi şeylər Allah subhanahu xəbərdardır. Heç nə gizlətmək olmaz. Və insan bilməlidir ki, mən bu günahla Rəbbimə qarşı çıxıram. Allah subhanahu teala mərhəmətlidir, bağışlayandır. Amma Allah subhanahu ve teala'nın yaxalamağı şiddətlidir. Cəzası şiddətlidir. Qəfil gəlir. O səni gözləmir. Ki, sən hazırlaşasan, hazır olanda gəlsin. Qəfil gəlir Allah subhanahu teala'nın qəzəbi. Ona görə də insan daim əməllərinə diqqət eləməlidir. Kiçik, böyük günahlar bölgüsünü sadəcə elmi olaraq bilməlidir. Amma hər birinə böyük günah kimi yanaşmalıdır. Necə ki, sələflərdən gəlib, salih sələflərdən, onlar deyərdilər ki, bugün sizlər elə günahlar eləyirsiniz ki, biz öz zamanımızda sahabelərdən olmalıdır bu qövül. Tabinlərin zamanında deyir hələ. Əgər xəta eləyirəmsə, tabinlərin nəslindənsə, sonraki nəsil, 3 nəsil ən xeyirli nəsildir. Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, xayrun nəsi qarni. Ən xeyirli insanlar mənim zamanımda yaşayanlardır. Summellezine yelunhum, summellezine yelunhum. Sonra onlardan sonra gələn, sonra onlardan sonra gələnlər. Ən xeyirli insanlardır. 3 nəsil. Fikir verin, həmən nəsildə bu rəvayət olunur. Deyir ki, siz elə bir günahlar eləyirsiniz ki bugün. Onu burnunuzun ucuna qonmuş bir milçək kimi görürsünüz. Xəfif və ya toz dənəciyi kimi görürsünüz. Amma biz Allah Rasulü səhv etmədi sahabelərdir. Allah Rasulunun zamanında o günahları həlak edici günahlardan görərdik. Ona görə də insan bunu sadəcə elmi olaraq bilməlidir. Amma hər bir günaha böyük günah kimi yanaşmalı və ondan çəkinməlidir. Və sonra şeyx deyir ki, فَأَمَّا الْكُفُرْ أو الشirk فإن الله لا يغفره إلا إذا تاب صاحبه منه قبل أن يموت. Böyük günahlar və şirk ki var, və yaxud da daha doğrusu şeyx deyir ki, küfür və şirk olan əməllər ki var, sahibi ondan tövbə etməyincə Allah subhanahu onu bağışlamır. Əgər onun üzərində ölərsə, Allah subhanahu onu bağışlamır. Küfür və şirk üzərində ölürsə, Allah subhanahu onu bağışlamır. Və əmmə ləv mətə aleyhi fəhuvə xalidun və əgər deyir, tövbə etmədən də ölübsə, o əbədi cəhənnəmə girir. Şirk və küfür olan əməllər. Təbii ki, burada da məsələlər var. Ona dəvətin çatması kimi və s. məsələlər var. Bu birbaşa ona yenə də tətbiq olunmur. Qalə subhanahu və teala İnnəlləhə lə yəğfiru ən yüşrəkə bih. Allah subhanahu teala buyurur ki, Allah ona şərik qoşanı əsla bağışlamaz. Bağışlamaz, yəni tövbə etməzsə. Amma tövbə eləyərsə bağışlayar. Xavaricilər kimi yox. Onların bəziləri deyirlər ki,
İnsan 2 dəfə şirk eləyib, tövbə eləyib qayıdarsa, 3-cü dəfə yenə şirkə və ya küfrə düşərsə, artıq onun üçün tövbə qapısı bağlanır. Elə yox. Nə zaman tövbə eləyərsə, Allah Subhanahu taala onu bağışlayır. Və əmməl kəbair, şeyx deyir ki, böyük günahlara gəlincə, əlləti dunə şirk fəhiyyə təhtəl məşiə, böyük günahlar, fikir verin. O günahlar ki, şirkdən aşağıdır, Allah Subhanahu və Teala'nın istəyi altındadır. İnşəallahu ğafara li sahibihə, əgər Allah istəsə onun sahibini bağışlayar. Və inşə əzzəbəhu, əgər Allah Subhanahu Teala istəsə ona əzab verər. Allahın istəyi altındadır bu. Və təzdən şeyx həmən ayəni dəlil gətirir. İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşanı bağışlamaz. Təbii ki, yenə qeyd edirik. Tövbə etməzsə bağışlamaz. Tövbə edərsə onu da bağışlayar. Bundan aşağı olan günahları isə Allah istədiyinə bağışlayar. Yəni Allah Subhanahu Teala bəyan edir bu ayədə ki, şirkdən başqa bütün günahlar ki var, böyük günahlar, kiçik günah hamısı ora daxildir. Allahın istəyi altındadır. Allah istədiyinə bağışlayır, istədiyinə ona görə əzab verir. Sonra deyir ki, və əmmə əs-səğair, kiçik günahlar və tüsəmməlləməm fəhəzihi tükəffiru bi ənva'in minəl mükəffərat. Və şeyx burada toxunur ki, deyir ki, kiçik günahlara gəlincə, onlar bəzi kəffarə olan əməllərlə insandan silinə bilir. Necə olur? Şeyx özü təfsilat verəcək və deyir ki, fətəkəffara bit-ta'at. Bəzi itaətlərlə kiçik günahlar insandan silinir. Və minhə əs-salavatul xams. 5 vaxt namazın qılınması kimi. Yukəffirullahu bihə əs-səğair. Allah Subhanahu Teala qulun qıldığı 5 vaxt namazla onun etmiş olduğu kiçik günahları bağışlayır. Qalə Teala və aqimis-salata, fikir verin. 5 vaxt namaza dəlil gətirir Qurani-Kərimdə. Deyir ki, Allah Subhanahu buyurur ki, və aqimis-salata tarafeyn-nəhar və zulafan minəl-leyli. Gündüzün bir vaxtı və gecənin müəyyən bir vaxtında Rəbbin üçün namaz qıl. Ayəsi, sonra ayənin davamında Allah Subhanahu buyurur ki, innəl həsənət, və qəsd ayədə həsənətdən, yəni həqiqətən yaxşı əməllər. Ayənin əvvəlində hansı əməli qeyd edib Allah Subhanahu namazı. Namazı qəsd edir, yaxşı əməl. Həqiqətən yaxşı əməl yuzhibnəs seyyiət. Pis əməlləri yuyub aparır. Allah Subhanahu taala işarə eləyir ki, həqiqətən insanın qıldığı gündə 5 vaxt namazı onun kiçik günahlarına kəffarə ola bilər. Çünki yaxşı əməl pis əməli yuyub aparır. Sonra isə bir hədislə qüvvətləndirir sözünü. Yaxşı, ayədə qeyd olunmadı ki, yaxşı əməllər pis əməlləri aparır. Hansı pis əməllər? Böyük günahlar daxildir bura, yoxsa kiçik günah? Biz kiçik günahlar dedik. Dedik ki, bu 5 vaxt namaz kiçik günahlar aparır. Yaxşı, hardan götürdük kiçik günahlar olduğunu? Muhammed sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, əs-salavatul xamsu, 5 vaxt namaz, vəl-cüm'atu iləl-cüm'ə, və bir cümə növbəti cüməyə kimi, və ramadanu ilə ramadana, Ramazan növbəti Ramazana kimi, mükəffəratun mə beynəhunnə, aralarında olan günahları silib aparır. Hansı günahları Allah Resulü açıqlayır? Deyir ki, İzəctənəbəl kəbair, əgər qul böyük günahları tərk edərsə. Deməli, böyük günahlar ora aid deyil. Və kiçik günahların 5 vaxt namazdan, Ramazandan Ramazana bağışlanması da, cümədən cüməyə bağışlanması da bir şərtlə olur. O da, əgər böyük günahları tərk edirsə. Əgər insan böyük günahları tərk eləmirsə, üzərində israrlı qalırsa, hətta o salih əməllər onun o kiçik əməlləri də yumur. Çünki hədisdə şərt odur. İdə şərtdir. Əgər belə eləyərsə, belə eləməzsə ona aid deyil. Böyükləri tərk eləyərsə. Və buradan da götürürük ki, 5 vaxt namaz, cümə-cüməyə kimi, Ramazan-Ramazana kimi kiçik günahları aparır, böyük günahları yox. Zaten kiçik günahları aparması üçün də şərt böyük günahların insanda olmamasıdır. İnsanın bunları tərk eləməsidir. Və həmçinin şeyx tövbəni qeyd edir. Deyir ki, tövbə bütün günahları silir, aparır. Təbii ki, tövbə həm böyük günahları, həm də kiçik günahları insandan silib aparır. Sonra isə şeyx deyir ki, وَلَقَدْ حَسَّ اللّٰهُ عَلَى التَّوْبَةِ وَالْاِسْتِغْفَارِ. Deyir ki, şeyx zaten Allah Subhanahu və Teala bizi tövbəyə və istiğfara, Allah Subhanahu və Teala'dan bağışlanma istəməyə yönəldib və bizi buna təşviq edib. Və hansı ki, onlar
daha doğrusu tövbə və istiğfar, bu ikisi nə edir? İnsanın bütün günahlarını insandan silir, təmizləyir. Və in kanat kabiratan aw fikir verin şeyx görün necə deyir. Şeyx Salih Əl-Fovzanı xavariclər bir çox məsələdə bir çox sözlərini dəlil gətirməyə çalışırlar. Şeyx Fovzan kimi böyük bir alimin arxasında gizlənib sözlərini qüvvətləndirməyə çalışırlar. Elhamdülillah Şeyx Fovzan onların xəbəri yoxdur Şeyx Fovzanın kitablarından, Şeyx Fovzanın verdiyi təfsilatlardan, qısa 10 saniyə, 20 saniyəlik fətvalarla din yaşayırlar. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem onlar haqqında deyir ki, az yaşlı olacaqlar və səfih olacaqlar. Danışanda fikir versən, ağıllı fikir söyləmirlər. Səfihdirlər çünki. Hədisdə gəlib onların vəsfi. Yeganə zəlalət firqəsidir ki, Allah Resulü adlarını çəkib danışıb. Cəhənnəmin köpəkləridir. Onları harada görsəz öldürün. Təbii ki, bu rəhbərə aiddir, bizə aid deyil. Bunun tətbiqi rəhbərə aiddir. Sadəcə ona görə zikr edirik ki, onların nə qədər xəbis, pis bir, azğın bir firqə olduğunu göstərmək üçün bu rəvayəti qeyd edirik. Tətbiqi isə bizə yox, rəhbərə qaydan, onun ictihadına qaydan məsələdir. Şeyx deyir ki, kənət kəbiratan, istəyir böyük günah olsun. Fikir verin, istəyir böyük günah olsun. Xavariclər kimi say qoymurlar. 2 dəfə küfrə düşsən, 3 dəfə düşsən, 3-cüdə artıq tövbə qapısı bağlandı. Nə deyir şeyx? Deyir ki, istəyir böyük günah olsun. Əv kənət kufran. Açıq-aşkar sözdür. İstəyir küfr olsun. Əv şirkən, istəyir şirk olsun. Və mən təbə və aslahəl əməl. Kim tövbə eləsə ondan. Şeyx nə zaman qeydinə verir, nə say qeydinə verir, 2 dəfə, 3 dəfə. Kim ondan tövbə etsə və əməlini islah etsə, artıq bundan sonra doğru, salih əməllər etsə, fə innəllah yətubu aleyh. Allah subhanətə onun tövbəsini qəbul eləyər. İndi şeyx gətirəcək tövbə qapısının bağlandığı vaxtı. Allah-u aləm bilmirəm, bugün o məsələlərə toxuna biləcək, yoxsa yox, hər bir halda oxuyaq. Şeyx deyir ki, وَبَابُ التَّوْبَةِ مَفْتُوحٌ فِي اللَّيْلِ وَالنَّهَارِ. Tövbə qapısı gecə gündüz açıqdır. Onun bağlı olduğu bir an yoxdur. Qalə sallallahu aleyhi və səlləm İnnəlləhə, bəli, artıq şeyx gətirir o dəlillər. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, İnnəlləhə yəqbəlu təvbətəl abdi mə ləm yuğarğar. Qul ölüm ayağına çatmadığı haldadırsa Allah subhanahu onun tövbəsini qəbul edir. Madəm ki, son nəfəsini vermir. Ölüm sərxoşluğu içərisində deyil. Allah subhanahu onun tövbəsini qəbul edir. Və huvə kəzəlikə məftuhun ilə ən tatlu'əş-şəms min məğribihə. Və şeyx deyir ki, həmçinin tövbə qapısı günəş batdığı yerdən çıxana kimi tövbə qapısı açıqdır. Şeyx Fovzan nə burada sayı qoymadı, xavariclər kimi, nə də başqa bir şey. Sadəcə onların Şeyx Fovzandan xəbərləri yoxdur. Necə ki, bəzilərinin özünü Hənəfiliyə nisbət edib İmam Əbu Hənifədən xəbəri olmadığı kimi, Şafiyə nisbət edib İmam Şafidən xəbəri olmadığı kimi, insan özünü nisbət elədiyi yeri bilməlidir, öyrənməlidir. Əhl-i sünnə alimlər necə ki, deyir İbn-i Seyrin rahiməhullah, İnnə həzəl ilmə din. Həqiqətən də bu elm ki var, hər bir kəlmə, Allahın şəriyyətinə aid olan eşitdiyin hər bir kəlmə, İnnə həzəl ilmə din. Həqiqətən bu elm dindir. Fənzuru ammən təxuzunə dinəkum. Və baxın dininizi kimdən götürürsün. Ona görə mühimdir, insan elm öyrəndiyi yeri bilməlidir. Sən kimi özünü nisbət edirsən? İmam Əbu Hənifə. İmam Əbu Hənifə kimdir? Nə olub əqidəsi? İmam Əbu Hənifə deyir ki, bir insan deməyincə ki, Allah subhanahu teala hər şeyin üzərində istiva edib. İman gətirmiş olmaz. Sən deyirsən ki, Allah hər yerdədir. Belə olur İmam Əbu Hənifəyə tabiçilik, onun yolunu getmək. Bizim rəddiyəmiz Əbu Hənifəyə deyil. Onun adından istifadə edib batil əməllər eləyənədir. Ona görə insan özünü isnad elədiyi yeri bilməlidir. Necə ki, xavariclər bilmirlər. Şeyx Fovzana isnad edirlər, xəbərləri yoxdur Şeyx Fovzanın əqidəsindən. Və şeyx deyir ki, madəm ki, günəş doğduğu yerdən batmayıb, tövbə qapısı açıqdır. Sonra isə sonra isə şeyx keçir fəzzunubu tənqasimu ilə kəbair və səğair. Günahlar da böyük və kiçik olmaqla iki yerə bölünür. Sonra isə şeyx qeyd eləyəcək
böyüklər hansılardır və necə olduqda, hətta kiçik günahlar necə ola bilər, kiçik günah böyük günaha çevrilsin kimi məsələlərə toxunacağıq biz çox. Allah Subhanahu taala nəsib eləsin. Neçə dəqiqə oldu? Kifayətdir inşallah. Allah Subhanahu taala nəsib eləsin. Deməli, gələn dərsimizdə, gələn görüşümüzdə az qalıb. Şeyx mövzunu bitirir inşallah. Bir görüşə də bunu bitirəcəyik. Şeyx danışacaq. Günahlar böyük və kiçik olmaqla iki qismə bölünür. Və insan necə bilə bilər ki, hansı günah böyükdür? İnşallah qalsın gələn dəfəyə. Necə bilə bilər insan o günah böyükdür? Onların vəsflərini deyəcək, əlamətlərini deyəcək ki, sən belə eşidəndə bilirsən ki, məsələn, eşidəndə ki, Allah Subhanahu ona lənət deyib o günahın sahibinə böyük günahdır, qəzəb eləyib. Allah Subhanahu qəzəblə müjdələyib deyək ki, kim o əməli etsə ona qəzəbim var və yaxud da ona od var. Bu kimi əlamətlər. Onlardan bilirsən ki, o günah böyükdür. Şeyx gətirəcək o məsələlər. Qısa olaraq deyək, bir dəqiqə, səbirli olaq. Sonra isə şeyx inşallah gələcək xavariclərdən danışacaq. Biz qısa toxunduq bəzi şeylərə, amma gələn görüşümüzdə Allah Subhanahu taala izni ilə xavariclərin etiqadının dərinliyindən danışacağıq. Necə zəlalətə düşdüklərindən və onların etiqadı tam olaraq iman məsələsində nədir? Murciyələrin iman məsələsində verdikləri vəsflər nədir? Neçə qismə bölünürlər murciyələr? Və həmçinin Mu'təzilə haqqında danışacağıq, Kərramiyyə haqqında danışacağıq və burada keçir. Çünki imanın tərifi gələcək və iman haqqında Əhlüsünnə vəl Cəmaə nə deyir? Və dəlillər nədir? Haqq olan nədir? İnşallah ondan danışacağıq. Və ən mühimi də, qardaşlar, çalışaq iştirak edək. Çünki xavariclərin batil əqidəsindən danışılacaq. Hətta bilək ki, o azğın firqənin fikirlərinə düşməyək. Subhanəkəllahumma və bihamdik. Əşhədu an la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.